Rauf Xəlilov tarix müəllimidir. 44 nömrəli məktəbdə işləyir. Biz isə onunla dərsdən sonra çalışdığı kursda həmsöhbət olduq. Rauf müəllim deyir ki, son illərdə təhsil sahəsində kişi müəllimlərin sayının az olması danılmaz faktdır. Bundan başqa oğlan şagirdlər arasında da pedaqoji ixtisaslara yiyələnmək istəyənlər çox deyil. Mən zənn edirəm ki, müəllimlik elə bir sahədir ki, ora kifayət qədər maraq olan şagirdlər var, amma işin maddi tərəfində artıq bir qədər tərəddüdlər meydana çıxır. Biz bunu hər il ixtisas seçimində də müşahidə edirik ki, şagirdlər maraqları olsa da bəzi məqamlarda artıq imtina edirlər. Sevindirici hal odur ki, son illərdə müəllimlik sahəsinə yönələn şagirdlər arasında yüksək ballı şagirdlər daha çox müəllimlik seçir. Bu sevindirici haldır, amma yenə də o balans hələ ki biz balansın qorunmadığını müşahidə edirik. Mütəxəssislər hesab edir ki, kişi müəllimlərin sayının az olması gələcəkdə ciddi problemlərə yol aça bilər. Xarici təcrübəni əsas gətirən ekspert Kamran Əsədov deyir ki, ölkəmizdə bu tarazlığın pozulmasının obyektiv və subyektiv səbəbləri var. Əsas məqamlardan biri isə ailə başçısı kimi məsuliyyət daşıyan kişilərin daha yüksək əmək haqqı olan sahələrə yönəlməsidir. Biz Cənubi Koreyada, Singapurda, eyni zamanda dünyanın müxtəlif ölkələrində bu problemlərdən qaldırması üçün silsilə tədbirlərə görə bilirik. Birinci addım müəllimlər işə qəbul imtahanında bir neçə ərazidə, o məktəblərdə ki, qadın müəllimlərin faizi daha yuxarıdır, o məktəblərə yalnız kişi müəllimlərin qəbulunu həyata keçirdik. İkincisi, biz mütləq şəkildə kişi müəllimlərin əmək haqqlarının artırmasını həyata keçirməliyik. Yəni, müəllimlər arasında bir mənalı şəkildə kişi müəllimlərin cəlbi üçün ailə başçısıdır, bunun xərcləri var. Onlara daha yüksək əmək haqqı, yəni maaşlarına əlavələr verilməlidir ki, həmin kişi müəllimlər məktəblərə gəlsinlər. Psixoloqlar deyir ki, kişi müəllimlərin sayının az olması təlim-tərbiyə məsələlərində uşaqların psixologiyasına az da olsa təsir edir. Tək dedikləri dərslə deyil, apardıqları söhbətlərlə, açdıqları müzakirələrlə də onların şəxsiyyət kimi yetişməsinə töhfə verirlər. Xüsusilə çətin tərbiyə edilən uşaqların adaptasiyasına kömək olurlar. Yeri gəlmişkən qeyd edək ki, ötən gün Elm və Təhsil naziri Emin Əmrullayev də məsələyə münasibət bildirib. İşə qəbul qaydalarına görə imtahan keçirilir və hansı şəxslər ki, imtahanda belə deyək, uğur qazanır, həmin şəxslər də müəllim olur. Yəni, xüsusi olaraq insanın cinsinə görə onu işə qəbul etmək kimi bir mexanizm yoxdur Azərbaycan qanunvericiliyində. Amma təbii ki, ümumilikdə, yəni məndən soruşursunuzsa, yəni bu istiqamətdə bizim də gördüyümüz ondan ibarətdir ki, son illər ərzində müəllimlik ixtisasına qəbul olunan tələbələrin xüsusilə balları artır. Qeyd edək ki, ölkəmizdə 4432 orta ümumi təhsil məktəbində 150 min müəllim çalışır. Onların cəmi 20% kişilərin payına düşür. Qasım Xuluflu, Rizvan Əkbərli, Səfər Nəzirov, İTV Xəbər.